Hər birinizi salamlayıram kanalımıza və videomuza. Xoş gəlmisiniz. Deməli, başdan da gördüyünüz kimi bugün burasına fikir verməyin. Kardonu üstə qoyub çəkirəm deyə pəncərənin qabağında. Buna görə biraz ağ görünə bilər də, nəsə kardon falan görünə bilər də, yəni fikir verməyin. Belə bir şey deyim. Sizdən gələn görevlər adlı, yəni bu tip bir post paylaşmışdım ki, sizdən gələn görevləri alım, eləyim, video çəkim. Düzdür, çox görev gəldi, 29 dənə görev gəldi. Mən bilmirəm neçəsini etmişəm, amma bunun ikinci hissəsi mütləq olacaq. Neyiniz? Kanalımıza abunə olun və bildirişləri açın ki, xəbərdar olun mən bu cür post paylaşdıqda. Siz də öz görevinizi yazın, mən də eləyim. Yəni çox möhtəşəm bir video olub. Xoş izləmələr. Videomuza like atıb kanalımıza abunə olun, izləyin. Bu nə üzdür, bu nə sifətdir, o video sanalar falan bu. Gec-gec video çəkəndə qozalıram sanki. Like atın, bir də görevi eləyək. Baxaq ilk görevimiz nədir? Kubik ilə 15 dəfə indirib qaldır. Kubik sifariş vermişəm Temudan. Kubik yoldadır, gəlir 15 dəfə indirib qaldıracam. Alo. Bizi Temudan narahat edirəm. Buyurun. Siz kubik sifariş verdiniz. O hal-hazırda çatır yəni. Yaxşı. Dostlar, kubikimiz gəlib. Ay lampa. Qaqa bu lampa indi cəmaət yazaq ki, qaqa lampanı nə etməsən? İsra gün yayındaydım. İsra gün yox, hardasa 2-3 ay bundan qabaq yayın salonu açırdım da, çox yayınlar açırdım. Qoydu biri deyir ki, qaqa lampanı lüstür nə etməsən, qaqa yemisən nə etməsən? Ən yaxşısı elə ümumiyyətlə işıq falan lazım deyil. İşığı aradan qaldırmaq lazımdır tamamilə. Bu nə yüz lan? Bu nə sıfat? Böyle sıfat mı olur kanka? Kocalmışız ya, kocalmışız. Ay. Bayırda bir dənə gün var. Bişəcəm sizdən hə. Gəlin də kubik al qaldır qoy yerə. Kubik elə gətirəcəm bura. Evdə eləsəm eləmək yaxşıdır. 15 dəfə qaldırıb endirəcəm də yəni. Dostlar, bu boyda ağacda bir dənə çəməl gəlib. Gilas nədir? Heç bilmirəm, mən ağacıdır bu. Gilas olardı yəqin ki. Kubikimiz də burdadır. Gəldi çatdı şükür Allaha. İndi başlayırıq məşqə. Yəqin ki dostlar, köynə ilə kubik qaldırıb endirəcəyimi düşünmürsünüz. Yəni köynə ilə eləsəm təriyərəm, hava çox istidir, 25 dərəcə isti var Qubada. Ən yaxşısı elə maykan eləyərəm. Yəni ki, idman təbəq olunur da, başqa sinəm də görevdir, bunu etmək məcburiyyətindəyəm. Çünki video mənə məxsusdur. Nəysə başlayaq ya Allah. Getdi qaqaş kubik gətirməyə. Kubik gətirirdim, yolda biraz ağır idi deyə qoydum ki, sonra gətirmə özü evə soxulduğum kubik yəni. Bilsələr kimi evə kubik soxmuşum, evdən məni çıxararlar bayıra. Toz içində birdi. 15 dəfə özdə. 15 dəfə az deyirəm. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 öldüm ona. Kubki qoymağa yer var, yoxsa xalçanın üstünə falan. Bir nəfər yazıb ki, salam aleykum salam. Bir skan suyu 3 saniyə içə bilməsən 15 gün vurasan. Hər vuranda breqra et deyəsən. Buna görə də nə edirik? Bir skan suyu 3 saniyəyə içməyə çalışırıq. Ya Allah. Deməli suyumuz burada. Su limonlu su deyil, biraz bulanıq ola bilər. 3 saniyə içməyə çalışacağam. İlk növbədə telefonda vaxtı ayarlayım 3 saniyə. Bundan da başım çıxmır mənim. Aha, saat. Ya Allah, başladıq. 1 belə göstərim də. Öldüm qaqa. Bu qədər su qaldı. Hətta çox oldu. 5 saniyəyə bu qədər içdim. 3 saniyə içəmədim. 15 dənə jim vurub breqrat deyirik. Breqrat. Mən saymadım nə də oldu. Yəqin ki siz saydınız. Qardaş bilirdi ki 3 saniyə içə bilməyəcəm deyə. Ən çətin görev yazıb ora ki, adını çəkərək jim vurum. Rahat idi. Jim vurmaq hər gün eləyirəm yəni, rahatdır. Ya Allah, çıxırıq küçəyə, dərvazamızı açırıq 2 növbədə qardaş. Burada itlər falan var. Bu da küçədir qardaş. Ev yoxdur çox, amma ki taparıq da. Yəni haraya kim gedər, səsim gedər. Mən dəliyəm. Ay, eşitdilər səsimi qoqa. Kimdir gəlir o? Bir nəfər yazıb ki, 10 stəkan su iç.
Mən də 12 stəkan su içməyə çalışacağam. Yəni bazardığım qədər içəcəm, belə deyim. 12 stəkanı yəni birdən çətin olacaq. Amma bəxtimi sınayacağam. Görək nələr eləyəcək. Siz də oraya qədər videoya like atın. Kanalımıza da abunə olun, abunə olmayan varsa keçək görevə. Birincini içirik. İndidən doydum. Sərdən fıstıq falan yemişəm ki, özü gecə saat 1-dir. Fıstıq falan yedim ki, bəlkə suyaram da. Bir stəkan susuzluğumu aldı təmiz. İkinci stəkanı süzürəm. İkinci stəkan. Oyda. 13 stəkan su yeyib. 13 stəkanı bəlkə deyəydi içərəm amma. Heç olmasa 10 qurtdum deyərdin də. Bu nə də Allah, 13 stəkan nə idi? Başıma dönüm. İndi mən bunu bir nəfəsi içəcəm. Bir nəfəsi 10 stəkan içəcəm. Bu ikinci də hal-hazırda. Bax tutaq ki, bax bunu içib qutaram. Baxın bir dənə. İkincini içdim. İndi üçüncünü doldururam. Doldu da güya. Bu üçüncüdür dostlar. Üçüncünü də içdim. İndi dördüncüyü keçirəm. Güya dördüncüdür de güya. Bu dördüncü. Bu 5. Beşincini içirəm. Altıncını içirəm. Kikirmim gəldi. Çoxdur. İndi 7-cini içirəm. 8. 9. Bu da 10-cu. 10-cunu içirəm indi. İndi 10-cunu içirəm. Dostlar bu 10-cu. Rekord qırdım. 10 stəkan su içdim. Zarafata qoya belə qıraq. Biraz zarafat elədim. Özünüz də bilirsiniz də məncə. Deməli, həqiqətən də belə deyim də 2 stəkan yarım falan içdim. Çox pisdir vəziyyət. Deməli dostlar, bir nəfər yazıb ki 50 dənə jimlə, biri də 10 dənə yazıb, yəni. Cəmi 60 dənə jim edir. 51 var. Dostlar 50 dənə vurdum. İndi qalıb 10 dənə. 10 dənəsini də vururam. Vəsə. Bir dənə də elədim. O da hədiyyədir. Dostlar biri də yazmışdı ki çiğ yumurta iç. İndi çiğ yumurta içəcəm. Heç içməmişəm. İlk və son olacaq. İzləyin. Heç düzəməli yumurta qırmağı bilmirəm Allah. Bunu necə eləyim mən də qəş? Qırdığım yumurtaya bax, qorxa-qorxa, nə məcbur deyə qaqa. Oy zibil, neynədim ala? Dostlar, yumurta qıranda belə qırmaq lazımdır. Məndən örnək alın. Elə yaxşı ki, qırılıb falan içinə tökür. Ay, mən neyniyirəm qaqaş, bu nədir ala? Saqqalımı qırxandan sonra mən özümdə deyiləm də Allah. Nə iyrənc görünür, bir daha baxam bunu vidinə. Dostlar, şiriş kimi deyə əllərimi elədim. Salfetka ilə sildim. Əllərim silinmir. Bu nədir? Oy zibil, bu nədir? Allahım, sən bu nə günlərdir mən? Heç olmasa qarışdırım bunu mən. Dostlar, qarışdırım heç olmasa valla. Belə sevməyəcəm. Səhər-səhərdə özü də. Ac qarnına nə məcbur deyə. Gözümlə qarışdırım bunu. Gecə yatanda deyirdim ki, içəcəm, elə eləyəcəm, belə eləyəcəm qaqa. Amma xeyirlidir ya. Ya Allah, Allah böyükdür. Baxın, qaqavız nə edir? Bir nəfəsi içəcəm.
Bu nə də lan? Oy, zibil, bu nə də? Ay içmeyin qaqa bundan. Allah bunu içən varsa ağlı yoxdur qıçının qırız. Mənim ağlım olmadığını içmişdim. Ayda. Gözlərim yaşardı ya. Dostlar bir nəfər yazıb ki, 15 dənə alçı yeyib. Bu videoda 15 dənə alçı yeyirəm. Özdə asmır deyirəm, asmır. Sözə baxa asmır. Yəni də xaricilər deyir, nəsə xışıltı deyirlər, nə deyirlər, onu nə eləyəcək? Like atıb abunə olun. Keçək videomuza. Bu arada kənddən güclə tapmışam yəni. Buralarda yoxdur da, güclə tapmışam bir yerdən, demişəm ki, video zad çəkirəm, gətirin də. Tapıb gətiriblər şükür Allah. Xoşladan falan vermişdim ki, buna ehtiyac var. Sifətə baxa qaqa. Biri qaldı boğazımda. İkisi üçü dişlərim əngəllidir ya. Güclə yeyirəm. Çeynəyə bilmirəm. Qabaq dişlərim yaxşı görünə bilər. Arxa dişlərim çox pis gündədir. Bu arada mən tumla yeyirəm. 4 dənə, 5 dənə yemişəm. Oltaya bana boydu. Almadı qaqa. 6, 7. Qaldı ürəyimdə. Mən sizdə yemək görevləri çəkmirəm. Axırıncı olacaqdı bu yəni. Yemək yeyib video çəkməyi nə bilməyəm. Çox məntiqsizdir mənim üçün. Amma ki məcburam. Köpdüm. Oyda 7-ci, 8-ci yeyirəm deyəsən. Tumla yemək çox xeyirlidir bu arada. Bu deyəsən 11-cidir. Bilmirəm mən neçincidir. Basıb yeyirəm gedi. Bu görev sayılırdı yəni başarılı olsun. Artıq olsun, əksi olmasın. Belə eləməyə çalışacağam. Buna görə bunlardan nə yedimdir. Yemək yeyəndə də adama oxşamıram. Güya mədəniyəm də öz aramda. Bir fikirləşin, mədəni olmağım belədirsə, mədəniyyətsizliyim necə olar? Bəs deyə. Onlar da 15 dənə yəqin ki. Sayını da itirdim. Nəysə. Bu görev başarılı. Vallahi mən video çəkəndə nə dediyimi heç bilmirəm ki. Nə danışıram mən? Tapdım, gətirdilər, nə elədim. Videonu çəkəndə deyəsən içki olmuşam. Üzürlüsən, nəysə izləyin. Deməli dostlar, kənd uşağı yazıb ki 12 dənə alçı ye. 12 dənə alçı yeyirəm deyib ki adımı da çəkərsən. Adı kənd uşağıdır. Mən də kənd uşağıyam. Üstdəki mişqadan bilinir. Nəysə 12 dənə alçı yeyirik dostlar. 12 dənə alçı yeyirik. Ya Allah. Bizə asmır falan eləmirəm. Çıxarıb tullayıram mikrofona görə. Əsəblərimə toxundu. Öz səsimdən zəhləm gedir. Elə asmır eləyəcəm. Xırç. Bəs də normal niyə 12 dənə alçada 12 dənə alçamız var. Yeyirik normal. Balaca böyük fərqi yoxdur. O da alçı olsun. Birincini yeyirəm ya Allah. Boğazımda qalmaz inşallah. Bu videodan sonra həkim gələcək. Mən tumdan yeyirəm deyə. Çox pis içəridə gic şeylər olacaq belə. Tumlar bel-belə sırayla düzələcək ki, hansı havaya çıxmaq istəyir çıxacaq, hansı qalmaq istəyir. Ora mən nə danışıram? Vaxt var idi utanırdım, danışamırdım. İndi mənə bax. Videonu çəkdiyim yerə bax, kravatı üstündə oturub video çəkirəm. Oy izbi. Qaldı dişim arasında. Alça bir bütöv alça bu boyda alça qaldı dişim arasında. Alçaya baxın bir dənə mini düşüb. Mən belə şeylərdə səbrim yoxdur deyə çox tələsirəm. Bu alça ilə balaca da elə 1 yaş tam olmayıb. Çox balaca deyə dostlar. Balacadılar. Dişlərim getdi. O üzbül. Tüm burada qaldı. Getdi bura. Buradan bura. Qayıtdı bura. Getdi bura. Gəldi bura. Axırıncı deyəsən. Alça qalmayıb burada.
Oy sibil bu alçalar heç yuyulmur be dostlar. Cəmaət alçanı yuyub video çəkir, səliqəli video alınsın. Alçanı yumamış yeyirəm eşşək kimi. Mən belə şey nə bilim, ayıb bilmirəm də dostlar. Təmiz olar da ağacdan düşüb. Nə olursa yəni Allahın yaratdığı bir şey dəyib də buna da. Tutaq ki insan əli dəyib. İnsan əlini də Allah yaradıb da. Deyə düşdü alça yox oldu. Mən nə yeyəcəm indi? O hara getdi alçaya? O üzbü tapa bilmirəm. Məndən qaça biləcəyini mi sandı? Yeyirəm qaqa. Çəşib beydiyimi nüş edin. Nüş olsun. Bu qədər. So. Dostlar, Ramiz Hüseynzadə adlı biri yazıb ki, bir dilim limonu təkdə ağzına at. Yəni təkcə də bir dilim limonu ağzıma atıram. Elə bir topsada atıram. Hə, neysə. Ramiz Hüseynzadə yazıb deyib ki, adımı da çəkərsən. Adımı da çəkdim. Ümid edirəm sən də videoya like atdın və bir dilim limon burada da özü də duzlu muzludur. Getdi. Bir dənə limon yeyə bilmədim hə. Nəysə, görəv başarılı. Dostlar, bir nəfər yazmışdı ki, turnikdə 5 dəfə dartın, 5 dənə turnik vur. 5 dənə turnik vuracam. Evdə turnik yoxdur, tapmışam da bir bağdan falan turnik vurmağa çalışacağam, izləyin. Sıxdırmadan görev elədim. Ümid edirəm xoşunuza gəldi. Sevilirsiniz.